Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefqahu qawli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə, sizləri və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah təbarək və teala hər birimizi təqva əhlindən qərar versin və dünya və axirətdə bizləri Quran və əhl-i beytdən ayrı salmasın inşallah. Ramazan ayının bu əzəmətli günləri münasibəti ilə bir daha hər birinizi təbrik edirəm. Allah mütəal bizləri bu Ramazan ayının əhlindən qərar versin. Allah təbarək və tealanın qatında bəyənilməyən və çox məzəmmət olunan bir dənə xislət ki var, insanda olan bir xüsusiyyət ki var. O xüsusiyyətin haqqında bu günlərim sizlərlə danışacağım. Bu günlərim təkəbbür haqqında, mövzumuz təkəbbürlülük haqqındadır. Bu barədə bir çox söhbətlərimiz olub. Bu günlərim istəyirəm ki, başqa bir prizmadan baxaq bu söhbətlərə, bu təkəbbürlük mövzusuna. Təkəbbürlük əgər müalicə olunmasa, təkəbbürlük üzərində insan öz üzərində iş görməsə, çalışıb onu aradan aparmasa, insanı mənəviyyat yolundan saxlayır. Yəni insan ki istəyir Allahın mənəvi yolunda inkişaf eləyə, irəliyə, Allahın rizayətini əldə eləyə, əgər bir insanın qəlbində təkəbbür olsa, o ali hədəflərə çata bilməz. Məhz bu ay təkəbbürlülüyün müalicəsi üçün ən böyük fürsətdir. Sanki bir dənə bir təsəvvür eləyin, bir dənə elə bir ağır xəstəlik var insanda, deyirlər ki, misal üçün onun həkimi filan ölkədə yaşayır və ildə bir dəfə sənin yaşadığın məntəqəyə, yəni sənin yaşadığın dövlətə və sənin yaşadığın məntəqəyə gəlir ildə bir dəfə. O fürsəti əldən verməyəsən. Tək söhbət təkəbbürlülükdən getmir, insanın özündə var olan nə qədər xoşa gəlməz ki xislətlər var, insanın qəlbində olan nə qədər mərəzliklər ki var, o mərəzliklərin müalicəsi bu aydadır. İnsan ki dedik, bir dənə insanda böyük bir xəstəlik olar, onun müalicəsi ancaq ki bir dənə həkimin əlində ola, o bir dənə həkim gələ bunu müayinə eləyə, dəqiq diaqnoz qoya, insanda olan o xəstəlikləri müalicə eləyə, aradan apara, sanki bizim də mənəvi bütün xəstəliklərimizin müalicəsi bu aydadır. Ramazan ayı ən böyük fürsətdir. Allahın bəndələri üçün əta elədiyi ən böyük lütfdir ki, bu ayda gərək o xəstəliklərimizi aradan aparaq. O xəstəliklərdən başında dayanan ən böyüklərindən biri də təkəbbürlülük xəstəliyidir ki, bu ay fürsətdir, insan çalışıb eləyə bilər ki, o təkəbbürün yerini təvazükarlıqla doldurar. Təkəbbürlülük Allahın qatında ən bəyənilməyən xislətdir və Quran-ı Kərimində də təkəbbürlülük haqqında bir çox ayələr var və hətta Peyğəmbərlərin dövründə, əvvəlki Peyğəmbərlərin dövründə qövmləri necə təkəbbürlülük eləyirdi, Peyğəmbərlərə necə əziyyət eləyirdilər, Allaha itaətdən necə boyun qaçırdırdılar, bu barədə də Quran-ı Kərimdə yetərincə ayələrimiz mövcuddur. Qafir surəsinin 27-ci ayəsində Allah təbarək və teala buyurur ki, və qalə Musa, Həzrət Musa əleyhissalamdan rivayət edir. Deyir ki, Musa dedi, haqq hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram. Çox önəmli nüansları burada çatdırır Allah Teala. Təkəbbürlülük o qədər rəzil bir sifətdir ki, Allahın qatında bəyənilməyən bir sifət, xislətdir ki, Allah Teala müxtəlif yerlərdə Quran-ı Kərimdə bu barədə bizlərə çatdırır ki, o sifətdən, o xüsusiyyətdən uzaq olun. Hətta öz Peyğəmbəri olan, Kəlimullah olan Həzrət Musanın haqqında buyurur ki, elə bir əzəmət sahibi olan Peyğəmbər Allaha pənah apardı o təkəbbürlü şəxsin şərrindən. Və cəhənnəmlik insanların xislətindən danışanda Allah Teala onlardan birini də
təkəbbür sahiblərini vurğulayır. Və Quran-ı Kərimdə Nəhl surəsinin 29-cu ayəsində Allah təbarək və Teala buyurur ki: "Fədxulu əbvabə cəhənnəmə xalidinə fiyhə." Deyir, daxil olun o cəhənnəmə ki, orada əbədi qalacaqsınız. Çünki nə elədilər? Bunların əməlləri nə idi? Təkəbbürlü idilər, kibirli idilər. Özlərini hamıdan üstün tuturdular. Özlərini hamıdan fəzilətli hesab edirdilər. Ümumiyyətlə təkəbbür, dedik ki, bəzi peyğəmbərlərin dövründə bəzi təkəbbürlülük eləyən şəxslər olub, onların başında dayanan ilk xəlq olunan bəşər ki var idi, Həzrəti Adəm əleyhissalam, bütün bəşəriyyətin atası, bütün insanlığın atası və ilk peyğəmbər, Allahın onu yaradanda ki dedi, əhsənul xaliqin, yəni səni yaradana əhsən olsun, halal olsun səni yaradana ki, belə bir şah əsəri yaradıb, ilk o dövrdə təkəbbürlülük eləyən, Allahın əmrinə itaətdən boyun qaçırdan və Allahın ən üstün xəlq elədiyi varlığa, yəni insana səcdə eləməkdən boyun qaçıran şeytan oldu. Və bu hadisəni də Allah Teala Quran-ı Kərimdə buyurur ki, Əraf surəsinin 12-ci ayəsində Allah Təbarək və Teala buyurur: "Nə səbəb oldu mən sənə ki əmr elədim, səcdə et? Nə maneçilik törətdi ki sən səcdə eləmədin?" Şeytana sual verir: "Nə səbəb oldu sən mənim əmrimdən boyun qaçırtdın? Niyə səcdə eləmədin Adəmə?" Gör şeytan nə deyir? Təkəbbürün dərəcəsinə bax. "Qalə ənə xeyrun minhu." Deyir, mən ondan çox üstünəm. Mən ondan daha xeyirliyəm. Ənə xeyrun minhu. Deyir, mən ondan çox üstünəm. Xələqtəni, yəni məni xəlq elədin min nar. Deyir, sən məni yaradıbsan oddan. Xələqtəhu min tin. Deyir, onu da yaradıbsan palçıqdan, torpaqdan. Mən ki oddan yaranmışam, mən ondan üstünəm. Allah ki əmr elədi, bütün yaradılış Adəmdən qabaq nə qədər mələklər, cinlər, nə bilim nə qədər ki xəlq olunmuş varlıqlar var idi. Allah Teala əmr elədi ki, hamınız Adəmə səcdə eləyin. Yəni bu yaratdığım sizlərdən çox-çox üstündür. Bu mənim şah əsərimdir. Şeytan nə elədi? Dedi, mən səcdə eləmirəm. Çünki məni oddan yaradıbsan, onu isə palçıqdan, onu isə torpaqdan yaradıbsan, mən ondan üstünəm. Allah Teala bu əməlinə görə o şeytan ki 6000 il Allaha ibadət eləmişdi. 6000 il. Özdə əgər söhbət axirət ilindən gedirsə də, axirətin bir günü bizim 1000 ilə bərabərdir. Gör nə qədər Allaha ibadət, itaətlə məşğul olmuşdu və səbəb oldu ki 6000 il, necə ki bir dənə qoru ot tayasının altına bir odu alovu qoyarsan yanar kül olar. Şeytanın təkəbbürü səbəb oldu ki 6000 illik ki mələklərin qabağında dururdu, onlara namaz qıldırırdı, minbərə çıxırdı, onlara moizə eləyirdi. O təkəbbürü səbəb oldu ki o ot tayası necə bir dənə od alovla yanıb kül olar, bir dənə təkəbbürü səbəb oldu ki bütün əməlləri məhv olsun, getsin. Və Allahın ki o uca mərtəbəsində idi, o məlun, Allahın ki uca mərtəbəsində idi, hətta mələklərinə namaz qıldırırdı, onlara moizə eləyirdi, o məqamdan qovuldu və lənətləndi. O məqamdan qovuldu və lənətləndi. Səbəbi nə oldu? Kibir, yəni təkəbbür. İnsan ola bilər 50 il, 60 il, 70 il, 100 il ömür sürə, bir ömür Allaha ibadətlə, itaətlə ömrünü keçirə. Əgər qəlbində zərrə qədər təkəbbürü varsa da onların hamısını məhv eləyir. Həzrət Rasulullah buyurur ki, bir kəsin qəlbində zərrə qədər təkəbbür olsa o cənnətə girməz. Zərrə qədər təkəbbür olsa, bir toz zərrəciyi qədər insanın qəlbində təkəbbür olsa, özünü kimdənsə də artıq hesab eləsə, kimdənsə də üstün hesab eləsə, o cənnətə girməz. Gərək o təkəbbür ən mundar, ən nəcis hər nə var ondan da betərdir. Cənnət isə pakların yeridir, pak insanların yeridir. Gərək o mundar, nəcis olan şeyləri burada qoyasan, burada atasan onları. Atasan ki oraya xaliscəsinə gedəsən,
cənnətə xaliscəsinə daxil olasan. Həzrət Rasulullah hədisi ilə bunu çatdırır ki, qəlbində zərrə təkəbbürü olan cənnətə girə bilməz. Ora pakların yeridir, ora müxlislərin yeridir, ora salihlərin yeridir. Ona görə diqqətli olmalıyıq ki, biz bir ömür yaşayaq, bir ömür ibadət eləyək, axırda təkəbbür səbəb ola ki, qəlbimizdə hər nəyimiz var idi, əməllərimiz, hər nəyimiz var idi, alıb aparmasın. Allaha təkəbbürdən sığınaq, pənah aparaq. Bu ayda ona görə dedim ki, bu ay bütün mənəvi xəstəliklərin müalicəsi olunan bir aydır. Bu ayda insan istəsə bütün, belə deyək, mənəvi xəstəliklərini və xoşa gəlməz bütün xüsusiyyətlərini Allaha təvəkkül eləməklə, Allaha pənah aparmaqla, bu ayın əməllərini icra eləməklə insan o pis xüsusiyyətlərindən, xəstəliklərindən qurtulmuş olar. Təkəbbür o qədər rəzil bir sifətdir ki, məhsumlar o insanları özlərindən uzaqlaşdırarlar. Məhsumlar o adamı sevirlər ki, məhsum olan kəs, günahsız olan kəs o adamı sevir, o şəxsiyyəti sevir ki, o həlimdir, o şirindir, mehribandır. Kiçik yaşlı insanlarla, onlarla eyni səviyyədə davranır. Böyüklə eyni səviyyədə davranır. Həmişə təvazükardır, gülərüzdür. Daha o şəxs deyil ki, da elə bir yeriyə ki, elə bir formada gəzə ki, ona heç kim yaxınlaşıb onunla salam verməyi belə deyər, əbəs bilər ki, buna salam belə düşmür bu adama. Mənə bir nəfər göstərin ki, yaşayışımızdan bir nəfər göstərin, ətraf mühitimizdə nə qədər təkəbbürlü insanlar var. Bir nəfəri göstərin ki, cəmiyyətdə sevilir təkəbbürlü insan. Bir nəfər göstərin ki, filan kəs təkəbbürlüdür, amma cəmiyyətdə də hörməti var, sevilir. Xeyr, zahiri olaraq ola bilsin cəmiyyətdə imkanına görə, puluna görə kimsə də ona hörmət qoya, amma o oranı tərk eləyəndə hamı onun arxasından hər cür söz deyir. Təkəbbür ən rəzil sifətdir. Həzrəti Əmir əl-Möminin əleyhissalam buyurur ki, təkəbbürdən çəkinin. Həqiqətən təkəbbür günahların ən böyüyüdür. Təsəvvür edin ha, bir dənə loğvalanmaq, bir dənə təkəbbürlülük, görün insanı haraya gətirir çıxarır. Təkəbbürlülük günahların ən böyüyüdür. Eyiblərin ən pisidir. Bir insanda olan bir dənə ayıb nə ola bilər? O nə eyib ola bilər? O eyiblərin də deyir, ən pisidir təkəbbür. İnsana yaraşmayan ən pis, belə deyək, eyibdir. Yəni, və hədisin davamında buyurur ki, təkəbbürlülük iblisin xislətidir. Yəni, şeytanın xislətidir. Əgər istəyirsən şeytanla eyni cərgədə olasan, əgər istəyirsən məqamın Allahın qatında şeytanın qatınla eyni səviyyədə ola, nə qədər bacarırsan, özünü hamıdan üstün hesab elə. Həzrət Əlidən bir dənə hədis var ki, bu hədis hər şeyi həll eləyir, təkəbbür olan insanın nə qədər rəzil bir xislətə sahib olduğunu elə bu hədis çatdırır. Həzrət Əli deyir, ey insanoğlu, niyə qürrələnib, niyə təkəbbürlənirsən? Sən əgər ki belə eləyirsən, əgər ki özünü kibirli aparırsan, təkəbbürlü aparırsan, sənin Allahın qatında, qarnında daşıdığın zivil yığınından başqa bir dəyərin yoxdur. Əvvəlin üzr istəyirəm, bir damcı nəcis su, axırını isə eylənmiş bir cəsəddir. Niyə qürrələnib, niyə təkəbbürlənirsən? Belə etməyinlə Allahın qatında sənin dəyərin qarnındakı zivil yığınını daşımaqdır, ayrı bir dəyərin yoxdur. Gör, təkəbbür insanı haraya gətirir, çıxardır. Hansı rəzilliyə aparır, çıxardır. Hansı dibə vurur insanı. Ona görə çalışalım, təkəbbürdən uzaq olalım. Təkəbbür insanda necə yaranır? Bu barədə bir rivayət var, buyururlar, 2 nəfər məscidə daxil olur. 2 nəfər məscidə daxil olur. Biri abid idi, ibadət əhli idi, mömin idi. Digəri isə dindən uzaq biri idi. Heç ibadəti, itaəti də yox idi, heç bir şey yox idi. Elə məscidə ki, daxil oldular. Məscidə daxil olanda biri başladı ibadətlə, itaətlə məşğul oldu. Məsciddən eşiyə çıxanda mömin kafir olaraq çıxdı. Kafir isə, dindən uzaq isə mömin olaraq çıxdı. Bu rivayəti məsumlar nəql edirlər, sual verdilər ki, necə oldu mömin kafir olaraq məsciddən çıxdı, kafir isə, dindən uzaq olan insan isə mömin olaraq çıxdı. Deyir, o ki, abid şəxs var idi,
məscidə daxil oldu, ibadət eləyə-eləyə özünlə bir qürrələndi, bir təkəbbürləndi ki, məni kimisi yoxdur, mən gör nə gözəl ibadət eləyirəm. O səbəb oldu ki, o küfrə düşə. O səbəb oldu ki, o təkəbbürlülük onun içərisində səbəb oldu ki, Allahın əmrlərinin, yəni boş deyə, Allahın qatında nə qədər ibadət ki eləmişdi, onların hamısı gedə. Amma o kəs ki var idi, dinlə, ibadətlə bir əlaqəsi yox idi, məscidə daxil oldu, gördü ki, bu ibadət eləyir, məscid elə bir mənəvi məkandır, burada belə ibadət olunmalıdır, bu cürlə Allaha itaət olunmalıdır, özü xəcalət çəkdi, Allaha istiğfar elədi, Allaha tövbə elədi ki, ilahi məni bağışda, məsciddən çıxanda mömin olaraq çıxdı. Ona görə təkəbbür bu qədər insanı aşağı səviyyə salır. Çalışalım hər namazımızda, hər ibadətimizdə, itaətimizdə, hər bir fürsətdə Allaha yalvarıb Allahdan istəyək ki, Allah bizləri təkəbbürlülərdən qərar verməsin.